Hindistan və Pakistan gərginlikdən sonra ilk dəfə telefon danışığı həyata keçirib. Bu barədə Hindistan telekanallarında məlumat yayımlanır. Vurğulanır ki, Hindistan və Pakistanın yüksək rütbəli hərbi rəsmiləri münaqişə başlayandan bəri ilk dəfə telefon danışığı aparıblar. Qeyd olunur ki, Pakistan tərəfi Hindistanlı həmkarı ilə görüş keçirmək istədiyini bildirib. Pakistan və Hindistan gərginliyindən biz geniş şəkildə danışacağıq. Siyasi şərhçi Əhməd Şahidov suallarımızı cavablandıracaq. Əhməd bəy, zəhmət olmasa yaxınlaşın masamızın ətrafına. Hər vaxtınız xeyir olsun. Xoş gördük sizi. Pakistan-Hindistan gərginliyi ilə bağlı Əhməd bəy, müxtəlif proqnozlar verilirdi. Ancaq bu gecə saatlarından etibarən gərginlik yenə də pik həddə çatdı. Nə baş verir? Ümumiyyətlə, aprelin 22-sindəki Hindistana nəzarətində olan Kəşmir bölgəsində mülki şəxslərə qarşı bu hücumdan sonra iki ölkə arasında artıq yenə münasibətlər pik həddə çatıb və onu da qeyd etmək lazımdır ki, 1999-cu il Kargil müharibəsindən bu yana ilk dəfədir ki, bu ölçüdə, bu miqyasda hərbi əməliyyatlar keçirilir. Artıq 20 günə yaxındır ki, iki ölkə sərhədində və xüsusən də Kəşmir bölgəsində toqquşmalar davam edir və Hindistan həmin turistlərin qətlinə görə birbaşa İslamabadı ittiham eləyir və Sindor əməliyyatını başladığını elan eləyib. Pakistan nəzarətində olan bölgələrə havadan raket hücumları təşkil eləyib və bugün bir ölkələr arasında hibrid müharibə var. Hindistan ciddi şəkildə mediada, sosial şəbəkədə, internet resurslarda hibrid müharibə aparır, saxta məlumatlar, yalan məlumatlar yayır ki, güya Hindistan ordusu uğurlu əməliyyatlar keçirib, Pakistanın hərbi bazalarını məhv eləyib. Bu əslində həqiqətə uyğun deyil və bu raket hücumları nəticəsində əslində mülki əhali ziyan görür, ölənlər var, yaralananlar var və artıq Pakistan da buna qarşı öz əks hücum əməliyyatlarını həyata keçirir və artıq 5 qırıcı təyyarə, 3 Rafale, Fransa istehsal olan Rafale hərbi təyyarəsi, 1 MiG-29 və Su-30 hərbi qırıcı təyyarələri, Hindistana məxsus qırıcı təyyarələr məhv edilib və Hindistana məxsus 77 hərbi dron zərərsizləşdirilib və tərəflər arasında gərginlik pik həddədir. Hər iki tərəf nüvə silahına malik bir ölkədir və bu təkcə iki ölkə arasında münasibətlər nöqteyi nəzərdən deyib, ümumiyyətlə dünya geosiyasəti nöqteyi nəzərdən ciddi bir təhlükədir. Yəni, Allah qorusun ölkələrdən biri nüvə silahından istifadə etsə, bunun qarşılığı olacaq və bu təkcə Asiya bölgəsində, Cənubi Asiyada deyil, bütün dünyaya bu öz təsirini göstərəcək. Bu baxımdan artıq aparıcı ölkələr, ABŞ, Rusiya, G7 ölkələri, hətta BMT-nin baş katibi tərəfləri sabitliyi qorumağa və diyaloqa çağırıb. Hələ ki, sizin də az öncə qeyd elədiyiniz kimi birbaşa təmaslar olsa da, amma ciddi bir uçurum var və bu uçurum təkcə hərbi kontekstdə deyil, siyasi müstəvidə də davam eləməkdədir. Hindistan Pakistanın diplomatlarını ölkədən çıxarıb, daha sonra su müqaviləsini ləğv edib ki, bu əslində nüvə müharibəsi üçün ciddi bir səbəbdir. Tamaşaçılar üçün bildirim ki, su məsələsi Pakistan üçün çox önəmlidir. Himalay dağlarından, bəli, içməli su məsələsi Himalay dağlarından gəlir və Hindistan daha yüksəkdə yerləşdiyi üçün Hindistanın bu su mənbələrini bağlaması Pakistanın faktiki olaraq susuz qalmasına və ya bu su bəndlərini qəfil açması Pakistanın ərazilərinin su altında qalmasına gətirib çıxara bilər ki, bu heç bir halda qəbul edilən deyil. Hələ ki, Pakistan bunu səbirlə qarşılayır, amma bu iki ölkə arasında yeni bir müharibəyə gətirib çıxara bilər. Buna da cavab olaraq Pakistan Hindistanla hava sahəsini bağlayıb, bütün ticarət yollarını bağlayıb. Hələ ki, diyaloq üçün bir şans, bir perspektiv görünmür və hərbi qarşıdurma yeni bir böyük müharibəyə çevrilə bilər. Nüvə müharibəsi senarisi təbii ki, ehtimalı böyükdür. Bu, elə ilk saatlarda 10 minlərlə, hər iki tərəfdən 10 minlərlə insanların tələf olması, ölməsi
böyük şəhərlər, xüsusən də paytaxt Dehlinin, İslamabadın, Karaçinin, Mumbayın, hər iki tərəfin böyük şəhərlərinin yerlə bir olması deməkdir ki, bu həmin bölgədən keçən və Avropaya, qərbə qədər uzanan ticarət, nəqliyyat qovşaqlarının bir an içində durması, ekoloji fəlakət, ümumiyyətlə bəşəriyyət üçün çox ciddi bir riskdir. Ona görə dünya ictimaiyyəti bu münaqişənin qısa bir müddət ərzində ən azından atəşkəs, dialoq yolu ilə dayandırılmasına çalışmalıdır. Bir məsələ də var. Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov da açıqlama verib elə bu dəqiqələrdə jurnalistlərə və o deyib ki, artıq buna dair mövqeyimiz bəllidir. Biz beynəlxalq hüquq çərçivəsində məsələnin həll olunmasının tərəfdarıyıq. Azərbaycana zaman-zaman Hindistandan bununla bağlı təzyiqlər edilir. Ancaq elə Ceyhun Bayramovun da açıqladığı kimi biz beynəlxalq hüquq çərçivəsində bu problemin həll olunmasını istəyirik. Beynəlxalq hüquq bu məsələdə nə deyir? Biraz da istəyərdim ki, tamaşaçılarımız üçün detallı açaq, həm də bir hüquq müdafiəçisi Ümumiyyətlə, Azərbaycanın rəsmi mövqeyi Pakistanın haqlı mübarizəsindən yanadır. Pakistan, Azərbaycan qardaş ölkələrdir. İki ölkə arasında uzun illərdir ki, mehriban, qardaşlıq, strateji müttəfiqlik əlaqələri var. Təsadüf deyil ki, həm 1-ci Qarabağ müharibəsində, 2020-ci il 44 günlük Qarabağ müharibəsində Pakistan açıq şəkildə Azərbaycanın haqlı mübarizəsini, ərazi bütövlüyünü dəstəkləyirdi və Pakistan yeganə ölkədir ki, Ermənistanı bir ölkə olaraq, respublika olaraq qəbul eləmir və heç bir diplomatik əlaqə qurmayıb. Bu bizim üçün böyük bir jestli, münasibətdir. Təbii ki, Azərbaycan da haqlı olaraq Pakistana bu qardaş dəstəyini hər zaman göstərir. Və bu məsələdə, Kəşmir məsələsində təbii ki, Azərbaycan uzun illərdir işğaldan əziyyət çəkmiş bir ölkə olaraq bütün dünyada ölkələrin ərazi bütövlüyü və suverenliyi, sərhədlərinin toxunulmazlığı məsələsini hər zaman müdafiə eləyir və qardaş Pakistan Respublikasında, Pakistan İslam Respublikasında bu Kəşmir məsələsində, Kəşmir münaqişəsində haqlı mövqeyi var. Çünki hələ 1947-ci ildə Böyük Britaniya bölgəni tərk edəndən sonra Hindistan və Pakistan öz dövlət müstəqilliklərini elan etdikdə Kəşmirin 99% əhalisi müsəlman olduğu halda rəhbəri Hindu kökənli bir şəxs olduğu üçün heç bir referendum keçirmədən, yerli xalqın fikrini öyrənmədən birmənalı şəkildə Hindistana birləşməklə bağlı qərar qəbul elədi. Təbii ki, bu Pakistanda haqlı narazılığa səbəb oldu və elə 47-ci ildə iki ölkə arasında müharibə başladı və bu müharibə zamanı Kəşmir bölündü. Azad Kəşmir dediyimiz Pakistan tərəfdə, Cammu bölgəsi isə Hindistan tərəfində qaldı və bu münaqişə artıq 80 ildən artıqdır davam edir. 1965-ci ildə, 1971-ci ildə, hətta sonuncu dəfə 1994-cü ildə Kargil müharibəsi baş verdi ki, hər iki ölkə 100 milyonlarla əhaliyə malikdir və hər iki ölkənin nüvə arsenalı var və bu münaqişənin həll edilməsində əslində böyük bir əngəldir və bu münaqişə təkcə Pakistan və Hindistan arasında deyil, onları dəstəkləyən dünya gücləri arasında da maraq toqquşmasına gətirib çıxarıb. Belə ki, Çin Xalq Respublikası açıq şəkildə Pakistanın haqlı mövqeyini dəstəkləyir. Çünki Çinin həm də Hindistanla bir rəqabəti var və sərhəd bölgəsində bir münaqişəli, mübahisəli ərazi predmeti var və ABŞ tərəflər arasında balansı qorumağa çalışsa da, amma Hindistanın tərəfindədir, İsrail Hindistanın tərəfindədir və bu baxımdan bu məsələ BMT Təhlükəsizlik Şurasında da həll edilə bilmir. Çünki ABŞ və Çin maraqları toqquşduğu üçün hər dəfə bu məsələ Təhlükəsizlik Şurasında qaldırılanda həllini tapmamış qalır. Təbii ki, Kəşmir bölgəsi Pakistana məxsus bir bölgədir, müsəlmanlardan ibarət, amma son 80 ildə Hindistan hökuməti və sonuncu ildə, 2009-cu ildə birtərəfli şəkildə Kəşmirin muxtariyyətinin ləğvi və mərkəzi hakimiyyətə New Delhiyə bağlanması bu təbii ki, növbəti bir gərginliyə səbəb oldu. Çünki adətən muxtariyyətin ləğvi, həmin bölgədə referendumun keçirilməsi əhalinin böyük səs çoxluğu ilə qəbul edilən bir məsələdir. Amma Hindistan bunu etməklə əslində beynəlxalq hüquqa hörmətsizliyini bir daha nümayiş elətdirdi və orada ciddi şəkildə demoqrafik dəyişikliyə səbəb olması üçün oradakı müsəlman əhalinin sayını azaldıb, oraya qeyri-müsəlman hinduların, xristiyanların yerləşdirilməsi Kəşmir bölgəsində bu münaqişənin dərinləşməsinə gətirib çıxarıb və orada Kəşmirin azadlığı üçün, Kəşmir xalqının mübarizə, haqq səsini qaldıran istənilən şəxs, sıravi vətəndaşlar, vətəndaş cəmiyyətinin fəalları, jurnalistlər, hüquq müdafiəçiləri həbslə üzləşir, onlar öldürülür ki, bu da Hindistanın həmin bölgəni ciddi şəkildə
izolyasiya, blokada şəklində saxlanılmasına gətirib çıxarıb və bu hələ uzun illər davam edəcəyi ehtimal edilən bir münaqişədir. Çünki Hindistan da böyük dövlətdir, 1,6 milyard əhalisi var, ciddi şəkildə orduya sahibidir, amma Pakistan da öz haqlı mübarizəsində əsla geri çəkilmir və öz ərazisinə, suverenliyinə və təhlükəsizliyinə ciddi təhlükə gördüyü təqdirdə təbii ki, nüvə silahından istifadə edərək özünü müdafiə etmək haqqına sahibdir. Hələ ki, nüvə silahından istifadə gündəmdə deyil deyə açıqlama verib Pakistan tərəfi də. Çin Xarici İşlər Nazirliyi də elə təqribən 1 saat öncə məsələ ilə bağlı münasibətini açıqlayıb və qeyd olunur ki, Hindistan-Pakistan münaqişəsində biz konstruktiv rol oynamağa hazırıq. Bilirik ki, Çin Hindistanla yox, daha çox Pakistanla yaxınlığı ilə seçilir. Konstruktiv rol oynamağa çalışsa, sizcə dünya gücləri hazırda buna imkan verəcəkmi? Birləşmiş Ştatlar və Çinin maraqları toqquşur deyə soruşuram. Təbii, Pekin öz vasitəçilik missiyasını təklif edib, amma inanmıram ki, Hindistan tərəfindən bu qəbul edilsin. Çünki Çin Xalq Respublikası açıq şəkildə Pakistanı dəstəkləyir. Eyni zamanda çünki bu ərazi bütövlüyü məsələsi Çinin özü üçün də prioritet məsələdir. Xüsusən də Qərbdən, Amerikadan dəstəklənən bu Tayvan məsələsi bilirsiniz ki, vahid Çin konsepsiyasına ziddir və Pekin bu məsələdə prinsipial mövqe nümayiş elətdirir və Pakistanla bu məsələdə fikirləri üst-üstə düşür, yəni ərazi bütövlüyü məsələsi və digər tərəfdən Kəşmirin 1/3 hissəsi, yəni xırda bir hissə həm də Çinin nəzarəti altındadır və digər tərəfdən Hindistanla Çin arasında da zaman-zaman sərhəddə toqquşmalar baş verir. Müəyyən bir ərazi var ki, o tərəflər arasında mübahisə predmetidir. İnanmıram bunları nəzərə alıb Hindistan Çinin vasitəçilik missiyasına razılıq versin və bu digər tərəfdən ABŞ, Böyük Britaniya, Qərb ölkələri, yəni Hindistanı dəstəkləyən bəzi ölkələrin də narazılığına səbəb olacaq. Bu baxımdan yəni dünyanın əsas güc mərkəzləri sayılan ABŞ, Çin kimi ölkələr ki, fərqli düşərgələrdə, fərqli tərəfləri müdafiə edirlər, dəstəkləyirlər. Bu baxımdan bu münaqişənin beynəlxalq ictimaiyyət tərəfindən, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən də həll edilməsi mümkün görünmür, yəni mümkünsüzdür. Çünki bir tərəfdən ABŞ, bir tərəfdən Çin, Rusiya hər nə qədər balanslı siyasət qorumağa çalışsa da, amma Rusiyanın da Hindistanla daha yaxın münasibətləri var. Bütün bu faktorlar məsələnin diplomatik yolla həllini mümkünsüz edir. Amma yenə İslamabadla Dehli arasında təmaslar bərpa olunsa ki, artıq müəyyən dialoq imkanları var, bu məsələ ən azından status quo saxlanıla bilər. Amma bu kimi təxribatlar ki, zaman-zaman baş verir, bu iki ölkə arasında yeni gərginliyə gətirib çıxarır və bugün baş verənlər 1999-cu il Kargil müharibəsindən sonra yaşanan ən böyük eskalasiyadır və Pakistan da bütün bu təxribatlara, hücumlara layiqincə cavab verəcəyini bilir. Əhməd bəy, biz bu müzakirələri Ceyhun Bayramovun Hindistan-Pakistan münasibətləri ilə bağlı açıqlaması əsasında həm də apardıq. Ancaq Xarici İşlər Naziri təkcə Pakistan-Hindistan gərginliyindən danışmayıb, regionu narahat edən digər məsələlərə də toxunub. Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı, Azərbaycan-Rusiya münasibətlərinə dair istərdim ki, həm də bunlardan çıxış edərək biraz müzakirə aparaq, regionla bağlı məsələlərə də toxunaq. Azalın təyyarəsinin qəzaya uğraması məsələsi bizim üçün həssas bir məqam idi və Rusiya hansı münasibəti sərgiləyəcək hələ də gözləmə mövqeyindəyik. Hətta dövlət başçısının 9 may qələbə paradına getməməsinin bir səbəbi kimi mətbuata şərh olunan istiqamətlərdən biri də bu göstərilirdi. İstəyərdim ki, elə Xarici İşlər Nazirinin verdiyi yeni açıqlamaya da istinad edək. O deyir ki, qəzaya uğraması ilə bağlı təyyarənin Rusiyanın təmaslar davam edir. Düzdür, qısa konkret olaraq deyir ki, təmaslar davam etdirilir, amma görünür hələ də bu münasibətlərdə, bu düşüncələrdə uzlaşma yoxdur deyə Xarici İşlər Naziri detallı bir informasiya da verə bilmir. Rusiyadan biz hələ də gözləmə içindəyik. Rusiyadan hansısa bir reaksiya gələcəyini gözləyəkmi yaxın zamanda, yoxsa ilin sonuna özlərində dediyi kimi? Təəssüf ki, bu təyyarə qəzası, təyyarənin vurulması məsələsi Rusiyanın bir daha imperiya mahiyyətini ortaya qoydu. Yəni, centilmen kimi öz səhvini etiraf edib, kompensasiya ödəmək, Azərbaycan dövlətindən, xalqından üzr istəmək yerinə düşərdi. Azərbaycan bununla bağlı artıq ən yüksək səviyyədə ölkə başçısı cənab İlham Əliyev sərt bir şəkildə Azərbaycan dövlətinin, Azərbaycan xalqının mövqeyini
ortaya qoydu və Rusiyanın həmin bölgəsində olan əsas şəhərlərlə birbaşa uçuşlar ləğv edildi. Hələ də Rusiya buna adekvat cavab verməyib. Bu nəinki qonşuluq, strateji müttəfiqlik əlaqələrinə də ziddir və bu Rusiyanın təkcə Azərbaycanla olan münasibətlərinə deyil, postsovet ölkələrindəki digər respublikalarla və dünyadakı digər ölkələrlə münasibətləri üçün də bir prezidentli nümunədir. Bundan sonra Rusiya ilə münasibətlərdə bir neçə dəfə daha diqqətlə düşünüb qərarlar vermək lazımdır və ölkə başçısı cənab İlham Əliyevin ötən gün Moskvada keçirilən hərbi paradda şəxsən iştirak etməməsi, hərçənd ki bir neçə həftə bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Belarus, Tacikistan və digər xatırlamıram ölkələrin rəhbərlərinin iştirakı ilə ölkə başçısı cənab İlham Əliyevi dəvət eləmişdi, amma hətta siyahıda onun adını da, yəni Azərbaycan adını da yazmışdılar. Çox doğru, dəqiq və yerində bir qərar verərək, təbii ki, bu rəsmi şəkildə açıqlanmasa da, amma sizin də dediyiniz kimi səbəblərdən biri idi. 9 may paradında iştirak etməmək bu Azərbaycan prezidentinin və Azərbaycan dövlətinin qətiyyətli mövqeyidir. Rusiya öz üzərinə düşən addımı atmayana qədər, rəsmi şəkildə Azərbaycan dövlətindən, Azərbaycan xalqından üzr istəməyənə qədər, təbii ki, bu kimi səfərlər qəbul edilən deyil, bu kimi münasibət qəbul edilən deyil, amma digər tərəfdən Rusiya və Azərbaycan arasında uzun illər davam edən strateji müttəfiqlik əlaqələri var. Bunları da nəzərə almaq lazımdır və Rusiyanın bölgədə təsiri hər an Ermənistandakı o revanşist güclərə, revanşist qüvvələrə dəstəyini artırıb, bölgədəki vəziyyəti dəyişmək cəhdləri və digər tərəfdən Ukrayna-Rusiya müharibəsindəki bugünkü vəziyyət, Qərbin, Avropanın, ABŞ-ın Ukraynaya münasibəti, Rusiyanın Ukraynada daha çox ərazilər ilhaq etməsi planları bu Azərbaycan və digər postsovet ölkələrinin daha təmkinli, daha diqqətli olmasına gətirib çıxara bilər və belə də olmalıdır. Çünki Rusiya Ukraynada istədiyinə nail olarsa, öz imperiya maraqlarını, istəklərini daha da artıra bilər. Postsovet ölkələrinə, belə Şərqi Avropa, Baltikyanı ölkələrə qarşı iddialarını, planlarını daha asanlıqla həyata keçirə bilər. Bu baxımdan çətin geosiyasi durumda, coğrafiyada yerləşən Azərbaycan, Rusiya, İran, Türkiyə, Ermənistan kimi qonşularla birlikdə yaşayan Azərbaycan daha balanslı siyasət yürütməyə davam etməlidir və daha təmkinli addımlar atmalıdır. Amma istənilən halda bu təyyarə vurulması məsələsində Azərbaycanın tələbləri gündəmdədir. Rusiya Azərbaycandan rəsmi şəkildə üzr istəməlidir. Əhməd bəy, bu səhər saatlarında 9:55-də Ermənistan yenə də təxribat törədib, yenə də Azərbaycan ərazilərini atəşə tutub. Mayın 10-u, yəni bugün dediyimiz kimi saat 9:55-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən ərazilərimizi atəşə tutublar. Biz bu istiqamətdə bəzi nüansları verilişimizin birinci saatında danışdıq, amma indi hərbi aspektdən də müzakirəsinə ehtiyac duyuruq. Çünki birinci hissədə də ekspert vurğuladı ki, daha çox Ermənistanın baş naziri Nikol Paşinyana tabi olmayan qüvvələr var. Bəs hərbi aspektdən məsələni müzakirəyə çıxarsaq, bu nə qədər realdır? Şair Ramaldanov hərbi ekspert suallarımızı cavablandıracaq. Şair bəy, hər vaxtınız xeyir olsun, salamlayırıq sizi. Salam, hər vaxtınız xeyir. Şair bəy, biz bir sıra aspektlərdən gündəm mövzularını müzakirə edirik. Elə istəyərdim ki, buna dair sualı da sizə ünvanlayayım ki, bugün doğrudan da mı Ermənistan ordusunda Paşinyana tabi olmayan qüvvələr var deyə biz davamlı şəkildə belə təxribatlarla üz-üzə qalırıq? Yoxsa bu sadəcə olaraq yaradılan bir imicdir? Çox sağ olun, çox yaxşı bir sualdır. Mən deyim ki, Paşinyan sadəcə belə manipulyasiyalarla öz çirkin əməlləri gizlətmək istəyir. Biz bilirik faktları ki, Paşinyan lazım olanda yüksək vəzifəli generalları nəinki işdən aralayır, azad eləyir, hətta cinayət məsuliyyətə də cəlb eləyir və bir neçəsi də indi bu saat həmən cinayət məsuliyyəti daşıyır. Ona görə də deyim ki, Paşinyan bunları idarə eləyə bilmir. Bu, düşünmürəm ki, düzgündür. Sonra digər tərəfdən gəlin baxa görək buna praktiki tərəfdən. Hansıdırsa postdan Azərbaycan tərəfinə ateş açılır, ateşkəs pozulur. O postun yerini bilmək o qədər də çətin deyil.
o postda hansıdırsa belə deyək, kiçik rütbəli zabitlər adətən olur postlarda komandir kimi. Yəni indiyə kimi istər hansıdırsa komandir heyətindən, istər o postun komandiri kimi belə deyək cavabdeh şəxsdən biz eşitmişikmi heç bir ateşkəsin və yaxud təxribatın nəticəsində ona qarşı hansıdırsa cəza verilsin və yaxud onu nədətsə, hansıdırsa tələblər qoyulsun və yaxud bu məsələni araşdırılsın. Bəyən Paşinyanın buna da gücü çatmır. Təbii ki, gücü də çatır, səlahiyyəti də çatır, ancaq bunu etmir. Ona görə də bu ateşkəs pozulur, bundan sonra da pozulacaq. Çünki Ermənistanın qarşıda hansı məqsədləri var? Demilitariya demarkasiya prosesindən qaçmaq, sülh müqaviləsini ləngitmək. Bunların, bu iki elementar məqsədə çatmaq üçün nə etmək lazımdır? Gərginlik fonu yaratmaq lazımdır. Gərginlik fonu nə ilə yaratmaq olur? Ateşkəsi pozmaqla. Qutarlı getdi. Yəni burada çox sadə bir sxemdir. Ona görə də Paşinyan indi bu saat təbii ki durub deməyəcək ki, o indi 5-ci kolonun üstünə də atacaq, xarici qüvvələr tərəfindən də deyəcək burada təsirlər var, daxildə də orduya nəzarət eləyə bilmir. Paşinyan hər şeyi nəzarət eləyir və Paşinyan artıq ikinci seçkilər dönümü də başa verir, üçüncü seçkilərə hazırlaşır. Ona görə də mən düşünürəm ki, bu Paşinyanın manipulyasiyasıdır, bu Paşinyanın siyasətidir, dildə bir söz deyir, əməldə isə başqadır. Biz bunu vətən müharibəsindən sonra Paşinyanın hər gündəlik fəaliyyəti ilə bağlı belə deyək bir qiymətləndirmə aparsaq, biz bunu görürük. Ona görə də mən düşünürəm ki, bu sadəcə Paşinyanın öz çirkin əməllərinin gizlətməsidir. Və gəlin baxa görək nə baş verir? Yəni fortifikasiya qurğuları gündən günə artır, müşahidə missiyası aktivliyi gündən günə artır, belə deyək, hərbi vəzifələrin, təlimlərin zamanı uzadılır, 27 yaşdan 37 yaşa belə deyək, hərbi xidmətə çağırış 10 il birdən-birə uzadılır, yəni silahlandırılır. Bu yaxınlarda Yunanistana gedib Müdafiə Naziri. Yəni bunlar hamısı heç biri sülhə istiqamətləndirilən addımlar deyil. Əgər sülhə istiqamətləndirilən addımlar deyilsə, deməli bunlar konfrontasiyaya istiqamətləndirilib, təxribata istiqamətləndirilib, ateşkəsin pozulmasına istiqamətləndirilib və siz də bilirsiniz Azərbaycan Respublika Silahlı Qüvvələrin Ali Başkomandanı, Azərbaycan Respublika Prezidenti Cənab İlham Əliyev ADA Universitetində də gedən beynəlxalq tədbirlər və digər beynəlxalq tədbirlərdə də daimi öz xəbərdarlıq, belə deyək, fikrini çatdırır və Azərbaycan sərhədyanı yaşayış məntəqələrin təhlükəsizliyi təmin etməyi bu Azərbaycanın borcudur və haqqıdır və Ermənistan əgər bu istiqamətdə təxribatlarını son qoymasa, konstruktiv mövqe tutmasa və ateşkəsin daimi pozmalı olarsa, Azərbaycan ola bilsin ancaq adekvat cavablarına yox, öz yaşayış dinc əhalini və dinc infrastrukturunu müdafiə etmək üçün, təhlükəsizliyi təmin etmək üçün hansısa əlavə addımlar ata biləcək. Bunu artıq Azərbaycan Respublika Prezidenti beynəlxalq ictimaiyyətə çatdırır. Şair bəy, təşəkkürümüzü bildiririk. Baş verən hadisə ilə bağlı Ermənistan təxribatına dair geniş məlumatı bizim üçün təhlil etdiyiniz üçün. Əhməd bəy, Ceyhun Bayramovdan elə Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı da bir açıqlama var. Deyir ki, sülh prosesi ilə bağlı təmaslar davam eləyir, ancaq hələ də biz istədiyimiz addımları qarşı tərəfdən görə bilmirik. Bir daha ATƏT Minsk qrupunun buraxılması məsələsini Ceyhun Bayramov xatırladır, Xarici İşlər Naziri. Bir də ərazi iddiası məsələsini vurğulayır ki, bütün bu istiqamətlər həllini taparsa, bu deməkdir ki, qarşı tərəfdən addım atılır. Azərbaycan yenə də çağırış eləyir. Dövlət başçısı səviyyəsində
səviyyəsində, Xarici İşlər Nazirliyi səviyyəsində, amma Ermənistan hələ ki gözləmə mövqeyindədir və yaxud da vəziyyəti dəyərləndirməyə çalışır. Hansı şəraitdə düşünür ki, bu dəyişikliyə gedə bilər? Əslində Çinarə xanım, nəzərə alsaq ki, gələn il 2026-cı ilin payızında Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək və parlament respublikası olaraq baş nazirin seçkiləri keçiriləcək. Bu baxımdan Nikol Paşinyan zənn etmirəm ki, gələn ilin payızına qədər Azərbaycanla bu sülh müqaviləsinə imza atsın. Hərçənd tərəflər arasında şərtlərin əslində bütün bəndləri razılaşdırılır, amma sizin də az öncə dediyiniz kimi Azərbaycan haqlı olaraq bəzi şərtlər irəli sürüb. Əgər tərəflər arasında münaqişə bitibsə, o zaman bu münaqişəyə məsul olan və 30 il bundan əvvəl yaradılmış ATƏT-in Minsk qrupundan imtina edilməlidir. Rəsmi Bakı bundan imtina edir, amma Ermənistan hələ də ATƏT-in Minsk qrupundan rəsmi imtina etməməklə bu münaqişənin hələ də mövcud olduğu görüntüsünü yaratmağa çalışır və az öncə Şair bəyin də dediyi kimi zaman-zaman bu təxribatların baş verməsi, atəşkəsin pozulması əslində belə bir görüntü yaradılır ki, hələ də ölkələr arasında münaqişə bitməyib və digər tərəfdən Ermənistanla Azərbaycan arasında sərhəd xətti hələ də tam müəyyənləşməyib, delimitasiya, demarkasiya prosesi tam şəkildə müəyyənləşməyib, hələ də razılaşdırılmamış ərazilər var ki, Ermənistan həmin ərazilərin Azərbaycanın suveren ərazisi olduğunu iki ölkə arasında, dövlətlər arası komissiya arasında razılaşdırmıyor və növbəti məsələ də Avropa İttifaqı missiyası var ki, yarı hərbiləşdirilmiş bir qurumdur, keçmiş polis əməkdaşları, hərbiçilər və kəşfiyyatçıların üzvü olduğu həmin qrup zaman-zaman o şərti sərhədə gələrək Azərbaycana qarşı o binokl diplomatiyasını həyata keçirirlər. Hətta ötən həftələr ərzində o qədər sərhəd xəttinə yaxın bir zonaya yaxınlaşdılar ki və sanki təxribat yaratmaqla Azərbaycan ordusunun onlara atəş açması, ya havaya atəş açması, ya onlara birbaşa atəş açması, bununla da böyük bir qlobal bir skandal, qalmaqal yaratmağa çalışırlar ki, amma Azərbaycan ordusu bu məsələdə daha təmkinli, səbirli yanaşır və zaman-zaman erməni hərbi mövqelərində əskərlərin Azərbaycan ordusuna yönəlik təhqirləri, təxribatları, daş atması, belə təxribatlar var ki, Azərbaycan ordusunun onlara atəş açması və münaqişənin, güya hərbi əməliyyatların yenidən başlaması görüntüsünü yaratmağa çalışırlar. Bu baxımdan Ermənistan hələ 2026-cı ilin noyabr ayına qədər bu müqaviləyə, sülh müqaviləsinə imza atmayacaq və növbəti seçkilərdən sonra Nikol Paşinyan yenidən qələbə qazanarsa, tam əminliklə öz hakimiyyətini bərqərar etdikdən sonra bəlkə bu müqaviləyə imza atmaq gündəmə gələ bilər və digər tərəfdən Ermənistanda kifayət qədər güclü revanşist güclər hələ də qalmaqdadır. Həm ölkə daxilində, erməni cəmiyyətində Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarını inkişaf etdirməyə çalışan, yaşatmağa çalışan güclər var. Siyasi partiyalar onlardan ilhamlanır və xaricdən, Fransadan, Rusiyadan, indi də Hindistandan siyasi hərbi dəstək almaqla Ermənistan bəlkə də nələrəsə ümid edir və biz az öncə Pakistan-Hindistan qarşıdurmasına toxunduq, müzakirə elədik. Həmin qarşıdurma əslində bizdən 100 kilometrlərlə, 1000 kilometrlərlə uzaqda olsa da, əslində bu qarşıdurmanın Cənubi Qafqaza, Azərbaycan-Ermənistan arasındakı münasibətlərə də birbaşa təsiri var. Bugün Hindistan, Pakistanla olan bu münaqişəyə görə Azərbaycanın düşməni, faktiki olaraq düşməni olan Ermənistana hücum silahları verir. Təbii ki, Ermənistan bu hücum silahlarını kimə qarşı istifadə edəcək? Azərbaycana qarşı istifadə edəcək. Hindistan beynəlxalq təşkilatlarda, BMT-də Azərbaycana qarşı sanksiyaların, tənqidlərin səslənməsinə gətirib çıxarır və bugün Pakistan-Hindistan münasibətləri fonunda Hindistan turizm şirkətləri Azərbaycana səfər etməməklə bağlı çağırışlar həyata keçirilər, kampaniya həyata keçirilər və belə bir dünyadakı bu gərginlik fonunda Ermənistan hakimiyyəti nələrəsə ümid edir. Xarici faktorların yardımına, istər Fransa olsun, istər Amerika olsun, Rusiya olsun,
hətta qonşu İrandan da gələ biləcək hansısa bir dəstəyə ümid edib bölgədə vəziyyəti dəyişmək, bəlkə də hansısa əraziləri geri qaytarmaq və ya ən azından sülh danışıqları masasında Nikol Paşinyan öz əlini gücləndirmək, Azərbaycanın irəli sürdüyü şərtlərin bir qismini heç olmasa yerinə yetirməməklə özlərinə faydalı ola biləcək, sərf edə biləcək bir sülh müqaviləsi imzalamağa çalışırlar. Amma istənilən şərtlərdə Azərbaycan həm güclü tərəf olaraq, qalib tərəf olaraq, həm də haqlı tərəf olaraq bu prosesi sonuna qədər davam etdirmək niyyətindədir. Əhməd bəy, təşəkkürümüzü bildiririk sizə. Gərginlik nöqtələri ilə bağlı kifayət qədər geniş məlumatlar verdiyiniz üçün, studiyamıza gəldiyiniz üçün. Bəli, dəyərli izləyicilərimiz, biz artıq Azərbaycan-Ermənistan münasibətlərindən danışdıq. Pakistan-Hindistan gərginliyi ilə bağlı son xəbərləri də çatdırdıq, amma dünyanın diqqətini yönəldiyi daha bir istiqamət var.